Salamlar. Bu videoda sizə sahədən Total Station-dan gələn nöqtələri AutoCAD-da düzgün və problemsiz necə gətirdiyimi göstərəcəm. Əvvəlcə biz səliqəli formada alınsın deyə simulyator vasitəsilə nöqtələri necə eksport etdiyimi göstərəcəm. Demək, burada giririk transferə. Transferdən biz eksport eləyirik. Eksporta daxil olduqda burada qeyd eləyirik ki, USB stick, yəni flash karta köçürəcəyik. Aşağıda isə biz measurements, fix points eləyəcəyik. Burada bunun açıqlaması nə olacaq? Fix points əllə daxil etdiyimiz koordinatdır. Measurement isə alətin ölçdüyü koordinatlardır. Artıq job single job olacaq. Select job test adında bir işimiz var. Onun üzərində işləyəcəyik. Continue eləyirik burada. Deməli, jobsun içinə salırıq işi. İş burada gördüyümüz kimi format, bir neçə format var. GCI, DXF və s. Biz burada textavoy faylı seçəcəyik. Deməli, burada birinci ID, daha sonra East Y-imiz, North X-imiz olacaq. Z-imiz. Qalanlarını isə none eləyirik. Yəni, heç bir şey yoxdur. ID, East, none. Burada bizdən soruşur ki, measurement fix points uğurla tamamlandı. Əlavə nəsə daxil eləmək istəyirik. Biz burada xeyri basıb davam eləyirik. İndi isə testin tekstini açırıq. Burada aralıqları replace eləyirik. Bütün aralıqları kopya eləyib qoyuruq ora. Nə qədər aralıq varsa, birini qeyd eləyirik. Hamısı eyni aralıqda olur. Aşağıya 3 dənə boşluq qoyuruq. 1, 2, 3. Replace all elədik. Save eləyib bağlayırıq. İndi isə AutoCAD-ı açırıq. AutoCAD-da biz bunu necə gətiririk? Deməli, upload eləyirik. V8-i. Upload olduqdan sonra ekrana V8 dispini yazırıq. Sonra bizim həmin o test tekstini göndəririk bura. Əgər görünmürsə, ulduz işarəsi enter vururuq. Və artıq bizdə burada test görünəcək. Enter, OK. Ortanı 2 dəfə tıklayırıq. Bütün koordinatlar burada gəlir. İndi biz bunu səliqəli bir vəziyyətə salaq. Əvvəlcə kodu seçirik, select similar eləyirik. Hamısı seçildi. Properties-indən ölçüsünü 0,2 veririk. Daha sonra kod adını, nöqtə adını hamısını select similar eləyirik. 0,2 eləyirik. İndi p-type vururuq əmrini. Burada ikinci hissəni vururuq. Enter, çıxırıq. Oxunaqlıdır və layihə üzərində işləmək üçün tam hazır vəziyyətdədir. Bugünlük dərsimiz bu qədər. Növbəti videolarda görüşənədək.